Deməli qızlar, burada uşaqların yatağı var idi. Bu xalçanı salıram ki, sürüşməsin. Üstünə döşəklər. Nəsə döşəkləri daşıdıq. Paltarları çıxartdılar uşaqlar. Pastelləri qatladıq. Gəlin, tənbəl gəlin. Qaynanaya pastellər qoyub gedir ki, nəsə qızlar bunu yumağa çatdırmadım. Mən tər çatdırmadım. Yatırıq üstünə. Burada olduğumuz müddətdə yumuşam. Bir dəfə mən yumuşdum, bir dəfə qaynanam yumuşdu. İndi biz gedəndən sonra qaynanam bunlar yuyub atacaq. Bir də döşəkləri qatladım, buraya yığdım. Buranı sərgiyə saldım. Mən bura gələndə, kəndə gələndə sağ olsun baldızımla qaynanam bütün pəncərələri silmişdi, evi silmişdi. Servantdan tutmuş hər şeyi tərtəmiz qoymuşdular. Mən yəni heç vaxt tozlu evə gəlməmişəm. Yəni mən baldızım burada kənddədir. Sağ olsun məndən çox qaynanamın köməyini yedir. Yəni eltim də gələ bilmir, onu uşağı görmədim. Nəysə, baldızım çox kömək eləyir. Yəni heç vaxt imkan verməyiblər ki, biz tozlu evə gələk. Biz gəlinəcən gəlib cadana evi, eşiyi təmizləyiblər, siliblər. Biz gəlib təmiz evdə qalmışıq. İndi bir dənə pastelləri çıxarıram. Yox, artıq biz gedəndən sonra bu evlərə heç kim çıxmır. Qaynanam pilləkənə görə burada yatmaq istəmir yuxarıda. Pilləkən hündürdür deyə istər-istəməz çətinlik çəkir. Və biz də yavaş-yavaş hazırlaşırıq evimizdən. Bu evimizdən, kənddəki evimizdən gedirik Sumqayıtdakı evimizə. Rəbbim sağ-salamat gelib çatmağı nəsib eləsin. Şaka, bunu apar, atan maşının yasını salsın. Hem oturanda size rahat olsun. Bak yandırmır, öyle değil mi? Yüzünü yandıran materialdır. Bak, yok, yumuşak materialdır, değil mi? Yumuşak da gidin, koyun üstünde oturarsınız. Oyuncaklar da götürürsünüz. Şaka, denizlerinden kulak alalım, nazik kulak. Kirli paltalar ama içine koyun. Bu evim bizim yazlık evdir. Ha, bu bizim yazlık evimizde. Yay evimizde de. Aslında bu da bizim evimizde. Gelecekte gel burada kalacağız. Prosto yatan işine götürmeliyiz. Ben koyun biriniz qaydın. Mənə qızlar, indi qaldı bu tontinin qızı. Taxtdan götürüb qoymalıyam. Bu birisi otağa, divan. Bu məşdən qızı. Eləməliyəm ki, yuxudan durmasın. Neyse. Git divana koyun, bacının yanında otur 5 dəqiqə. Kendimizin gibi çıkar. Nerede? Nazik salfan aldın nereden? Gel getirsin. Gel paltalar yığa. Bir sevgi toşum, bir sevgi toşum. Sevgi toşum. Yastığına para, sevgi toşum. Ben kızlar yatak odamda yerleri yığdım. Pastelleri değiştim. Geri pastelleri katladım. Yığınca kaynım uyuyor. Neyse. Şaka. Getirdin mi mamaya kulok? Kulok getirdin kirliler koymağa. Bu uşaqların kirliləridir. Onları addelini koyacağım. Sevgi toş olsun kasıda. Neyse kızlar. Buranda yığdım, birleştirdim. Altına eski olan şeyleri götürdüm. Bunun içindeki üstte bir şey yaramır. Bunların ikili neydi? Bu çok güçlüydü. Ona göre istifade edemedik. Biri bu taraftaydı, biri o tarafta. Ne o vaxt Bərdədə qaldığımız vaxt apardım. Uşaqlar mı qırdı ya, ev dəyişəndə mi qırıldı? Neyse toladıq. Neyse kızlar. Kumanın ucu da ışıqları zayıftır. Şimdi söndürək. Deniz geldi. Sevgi toşunun bu sumkasını götürün. Gözümün bunu asın bunu. Yani biriniz düşeni götürün. Stici götürün. Ben de sevgimi götürün. Götür havası yok da sayı olmaz. Şey. Neyine bak üzgün de. Ha? Biz hemşe şehre gidəndə qaynanamla qaynatam isterseniz biraz pis olurlar. Çünkü evde başka adam yoktu. Bir qarı bir qocadılar. Biz gedən kimi evə dərin bir səssizlik çökür. Hem de yaşlı adamlardı da. Yani müəyyən yaşdan sonra insan tek kalmak istəmir. Ama yoldaşımın işine görə yəni məcbur getməliyik. İndi gidəcək. İstərseniz ama üzgün olacaqdır. Hem de bir yıl sonra inşallah yine görüşürüz. Kirliler biriniz götürün. Bankayla şu şeyde biriniz götürün. Tez olun. Bir defa çak çöle. Sağlaşın evine. Bye bye. Evimiz bye bye. İnşallah bir dakika görüşelim. Bu evi sevirsiniz. Hakikaten bu evi hamımız çok sevirik kızlar. Sağlaşaq ve gedək. Artık gitmek zamanıdır. Sevgilim adyalıyla yastığını koyaq maşına ki rahat olsun.
Arkasında koyayım ayağımın yanına ki nasıl lazım onu da götürebilirim. Bir tarafa bütün sumkalar yığıblar. Uşaqlar bir tərəf üstə oturacaqlar. Bu tərəfə yükləyiblər. Birlə yer qalmayıb uşaqlara. Hamısı da baharın fərasətidir. Paltar çox gətirib mən. Uşaqlara birlə yer qalmayıb. Dar yer qalıb. Proje yığıblar çox şeyi. Bir karıfqalıq yer qalıb. Buna görə də kəndə gələndə yığıb yığışdırıb bir sürü paltar gətirməyin yeri yoxdur. Çünki istərsiniz kənddən gələndə meyvə falan aparırıq mı? Bir yer qalmır. Burada patlaşqalarımız. Çıxın yuxarı. Pişik çıxıb yuxarı. Pişiyin ayaq izlərinə baxın. Ay. Bunları kontrol edeyim. Son kez. Yok. Yukarı ışıklarını vurun mu? Ay Rami. Işıkları vurun. Yak şunla. Düştün mü? Neyse sağ ol. Güzel evim. Qəşəng evim. Bay bay. Biz gedirik. İnşallah bir dakika görüşərik. Yaxşı. Getdim. Süpürgenin plekanları süpürülürdü. Bu süpürgəni qoyaq hamama. Deməli qızlar, mən nanə xoşlayıram. Bu çay nanəsidir. Və dünən bundan yığmağı unutmuşam. İndi aparıram bunu. Bu sakitləşdirici təsiri var. Elə ki bir növ karavalı valeriyandı nədir. Onların təsirini verir. Səhər ilan milan onların buralarda. Neyse biraz yıxım, aparım. Bıxaşmaq qaynam deyəcək ki, gedər ayağı da gözü doymur. Yığır, talayır, elə gedir. Neyse. Daha deyir o, cəddimə də söysə xeyri yoxdur. Yığıb edək də çabuk. Üstünə. Ya, bəsdir bu qədər. Bəsdir. Sen koy babaya. Sen koy babaya. Sen koy babaya. Sevgi. Sen koy ya. Sen koy ya. Sevgi sen koy eline gidelim. Sen koy eline gidelim. Sevgi. Ne? Hı? Ayşe getirmiş. Sağ ol. Sağ ol nene. Nene sağ ol. Sevgi sağ ol nene. Hayır, sağ olun. Sağ olun. Sağ olun. Ha? Amin sağ olun. Yok, maşın tərpənə bir maşın. Tərpənmir maşın? Yox, maşın tərpənə bir var maşında böyle. Ayta. Arkada hisseysən? Əyilmə, ha? Ya Rabbim ya Resulallah inşallah sağ salamat gelip çok Sağ ol babası sağ olun. Sağ olun.